Salam kızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Bu günləri sizlərlə birlikdə istədim keks hazırlayam. Sadə bir keks çayın yanında istədim ki, axşam hazırlayım. Çayla içərik. Mən sevirəm axşamlar belə çayla şirniyyat, yəni çayın yanında şirniyyat çay içməyi. Bilmirəm sizlər necə, sizlər də sevirsinizmi? Mən adətən gündüz o qədər yox. Düzdür, axşam deyərsiniz ki, axşam şirniyyat yeyib yatmaq yəni kökəlməyə səbəb olur. Yəni istər-istəməz şirin bir şeydir. Amma yəni az miqdarda o da olsa axşamlar yəni sevirəm çayla, yəni çayın yanında şirniyyatla çay içməyi. Onda elə bilirəm yorğunluğum çıxır. Belə deyim qızlar, sizlər necə? Sizlər də şirniyyatı yəqin ki sevməyən insan olmaz. Sizlər də sevirsinizmi? Hasat bir reseptlə yəni keks hazırlayacağım. 3 ədəd yumurta, 1 stəkan şəkər tozu mikserlə qarışdırıram. Çox qarışdırmağa ehtiyac yoxdur. Yəni mikserlə çalmağa ehtiyac yoxdur. Az çalıram. Üzərinə 1 stəkan, yəni armudu stəkan. Prosto mən burada xursta stəkandan götürmüşəm. Başı yarım olduğu üçün, yəni bilirəm ki, armudu stəkanın ölçüsüdür. Armudu stəkandan bir süd, armudu stəkanla da bir duru yağ tökmüşəm qızlar. 3 ədəd yumurtaya 2 stəkanda yəni un götürmüşəm. Hasat bir reseptdir qızlar, tez hazırlanan, tez yəni çayın yanında tez hazırlanan bir keksdir. Belə deyim, ən azından yəni tez bazar ürəyinizə şirniyyat düşərsə də, bir qonağınız gələrsə də, indi evlilikdir da, yəni bəzən elə olur evdə şirniyyat olmur. Tez bazar yəni hazırlanan bir şirniyyatdır. 1 ədəd qabartma, 1 ədəd də vanil vuracağım qızlar. Yəni mən kakaolu xoşlayıram. Düzdür, həmişə kakao bəzən vururam, bəzən vurmuram, sadə edirəm. Amma bu dəfə istədim ki, kakao olsun. Üzərinə kakao vurdum. Daha yəni mikserlə az miqdarda biraz çalıb, yəni çalmayacağım. Çünki onda köpü yəni senir. Ona görə də miksersiz ununu həll edəcəm. Mən içərisinə damla şokolatı da atdım qızlar. Zövqə görədir. İstəsəniz ata da bilərsiniz, istəsəniz atmaya da bilərsiniz. Yəni sizin özünüzün zövqünüzdən asılıdır. Bəzən kişmiş də atırlar. Mən uşaqlar kişmiş yemədiyi üçün ona görə damla şokolatı atıram. Yəni zövq sizindir. Yəni ağız dadınıza görə istəsəniz ata da bilərsiniz, atmaya da bilərsiniz. Yenə deyirəm, fikir, qərar sizin özünüzdən asılıdır. Mən hazırladım qızlar. Sizlər də bilirəm ki, hər kəsimiz hazırlayır, hər bir qızlarımız hazırlayır. Yəni bir istədim bir çəkiliş olsun, bir fikir olsun, belə deyim. Gənc qızlarımıza bir fikir olsun. Bəzən elə olur ki, özümüz olaq. Yəni bilmədiyimiz hər bir nəyisə YouTube'dan araşdırırıq, maraqlanırıq, YouTube'dan götürüb bişiririk. Bilirəm, hamı bilir. Sadəcə yəni istədim çəkəm, kanalımda da olsun, sizlərlə də paylaşım. Yəni bir vlog olsun. Qızlar gördüyünüz kimi çaldım. Bir stəkanın yarısını mikserlə çaldım, qalanını əlimlə töküb qaşıqla qarışdıracağım. Yəni ehtiyac deyil mikserlə qarışdırmağa. Çox gözəl, yumşaq bir keks alınır. Yəni yenə dediyim kimi bunu qatıqla da edənlər var, südlə də edənlər var. Amma mən qatıqla da sınamışam, südlə də. Gördüm ki, qatıqla biraz bərk çıxır. Nəinki südlə bişəndə, yəni günlərlə qalsa belə keks bərk olmur. Amma qatıqda hiss eləyirəm ki, bərkir. Ona görə də mən südlə yedirəm. Yəni reseptində qatıq da var, süd də var. Kim hansını istəsə edə bilər.
Çox yumşaq, içi də iç bişən bir kek salınır. 180 dərəcədə bişirirəm qızlar. Hardasa bir 40-45 dəqiqəyə, bəlkə də daha 40 dəqiqəyə, 45 dəqiqədə olmasa 40 dəqiqəyə çox gözəl bişir. Yumşaq bir keks alınır. İçərisinə də yenə dediyim kimi damla şokoladı da qaba tökdükcə arasından tökürəm. Bunu belə deyim qızlar, zebra şəklində də edəndə çox gözəl görsənir. Doğrayanda, süfrəyə veriləndə, yəni çox gözəl görsənir. Bir dəfə də inşallah elə edərəm, elə çəkiliş edərəm sizlərə. Mən sevirəm, yəni fərqli şirniyyatlar olsun, fərqli adi belə deyim, bir keks eləyəndə belə onu formalı qablarda forma verməyi çox sevirəm. Ən azından yeyəndə belə onu zövqlə yeyirsən, belə deyim, dadı bir yana, görünüşü bir başqa olur, zövqlə yeyirsən, belə deyim. Qabı yaxşıca yağlayırsınız. Yəni yaxşı yağlayanda yaxşı da çıxır. Bəzən un atırlar içərisinə. Mən heç vaxt atmıram. Ona görə atmıram ki, istər-istəməz yağla un qarışır, elə bil ki, xəmir halına düşür. Keks qabını çevirəndə, keksi çıxardanda arxa hissəsi elə bil ki, xəmirli kimi olur. Ona görə də heç vaxt sevmirəm. Yaxşı yağlayandan sonra, qab yaxşı olandan sonra, təzə olanda heç vaxt da yapışdırmır. Qızlar, mən bu keks qabını, düzdür, məndəki sadədir. Yəni bu keks qabım formalı keks qablarından inşallah mən də alacağım. Trendyolda endirimlər olanda yararlanacağım. Arada endirimlər olurdu, nəysə yararlanmadım. Elə o qədər də, yəni əvvəl video çəkməyən vaxtları o qədər belə deyim, ağlımdan keçirtmirdim. Amma indi istəyirəm ki, fərqli, yəni şirniyyat qablarım olsun, bişirim, sizlərlə çəkim, paylaşım. İnşallah onlardan da alaram. O həmin qablarda da keksləri bişirərəm, sizlərlə paylaşaram. Gördüyünüz kimi qızlar, tökdüm. Kakaosunu mən tünd xoşlayıram. Ona görə də tünd etdim. Tökdüm. Biraz saxladım qabın, yəni dib hissəsində. Üzərinə damla şokoladını töküb, üst qatını yenə də həmin xəmirlə örtəcəm. Yenə deyirəm, damla şokoladı da zövqə görədir. İstəsəniz tökə də bilərsiniz, istəsəniz tökməyə də bilərsiniz. Fikir, qərar özünüzündür. Yəni ağız dadınıza görə, ağız tamınıza görə, yəni siz bişirə bilərsiniz. Belə qızlar, sizlər necə? Sizlər də tez-tez edirsinizmi? Şirniyyata marağınız varmı? Yəni bişirməyə deyim. Bəzən elə olur ki, elə xanımlarımız var ki, belə deyirlər ki, həvəsim yoxdur bişirməyə. Yəni elə xanımlarımız da var ki, daha da həvəslidir. Deyim, mən o qədər də belə, yəni həvəsliyəm, amma bəlkə hərdən baxıram, yəni mənim anam çox gözəl şirniyyatlar bişirir. Yəni mən anama çata bilmərəm həyatı boyu. Anamın gözəl əlinin, yəni əlindən çıxan şirniyyatlar çoxdur. Ümumiyyətlə, nəinki şirniyyat, elə də yeməkləri o çox həvəslə bişirir. Elə bir, yenə deyim, elə daha da sevgi qatır. Qızlar, gördüyünüz kimi bişdi. Çox gözəl bişdi. Hasant da çıxdı. Yaxşı yağlayanda qızlar yaxşı da çıxır. Biraz qoyuram, soyur. Sonra qabı biraz, yəni bir yerə vurduqda, yəni tez də çıxır. Üzərinə də şəkər pudrası səpəcəm qızlar. Zövqə görədir. Yenə də istəsəniz siz səpə də bilərsiniz. İstəsəniz üzərinə şokolad sosu da tökə də bilərsiniz. Mən bu dəfə şəkər pudrası etdim. Yəni yenə deyirəm ki, özünüzün zövqünüzdən asılıdır. Qızlar, mən bişirdim. Sizlər də bişirə bilərsiniz. Göz haqqınızı halal edin. Allah amanında qalın. Allah hər birinizin ruzunuzu
bol etsin. Süfrəniz hər zaman bol olsun, bərəkətli olsun. Evinizin hər zaman ocaqları yanar olsun, qazanları qaynar olsun, süfrələri bol olsun inşallah. Hər birinizə xoş günlər arzulayıram. Kanalıma abunə olmağı, like atmağı, yorumlarda fikirlərinizi gözləyirəm. Qızlar, baxıram, baxış çox olub, amma bəyənmə sayı az olub. Yəni yorumlarım belə az olub. Hər birinizdən yorumları gözləyirəm, bəyənmələrinizi gözləyirəm, fikirlərinizi yorumlarda yazılmağını gözləyirəm ki, mənim üçün də maraqlı olar ki, siz hansı mövzuda, yəni videolar istəyirsiniz məndən. Bəlkə hardasa səhvim olub, o səhvlərimi yəni istəyirəm ki, yorumlarda fikirlərinizi deyəsiniz. Mən də o haqda videolar olsun, hardasa səhvim olubsa da orada, o videolarımda düzəliş edim. Gördüyünüz kimi qızlar, çox gözəl, yumşaq bir keks alındı. Kəsdim, yəni ki, sizlərlə də bölüşdüm. Gördünüz ki, içi pişib. Yəni çox gözəl, yumşaq bir keks alınıb. Sağ olun qızlar. Allah amanında qalın. Yenə deyirəm, gələn videolarda görüşmək ümidi ilə. Sağ olun.